Mən biologiya müəllimi Gülər Əsədli. Bu video izahımda çoxalma ontogenezin ikinci hissi test tablusuna dair bir neçə sual izahı verəcəm sizə. Birinci sualdan başlayaraq izah eləyəcəm. Deməli, birinci sualda deyir ki, diplos sözünün Yunan dilindən tərcüməsi. Bu deməli bizə verir iki qat adını. Diplos cüt deməkdir. Deməli, doğru ifadəmiz olacaq C variantı. Haplos sözünün Yunan dilindən tərcüməsi, haplos isə haploid sözündən götürülmüşdür. Bu da tək ifadəsini verir. Deməli, doğru ifadəmiz D olacaq. Meyozis sözünün Yunan dilindən tərcüməsi, meyozis meyoz bölünmənin sözündən götürülmüşdür və onun mənası azalma deməkdir. Burada xromosom sayında azalmaya görə götürülür bu. Dördüncü sual. Heyvanlarda gələcək cinsi hüceyrələrin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom dəstinə malikdir? Cinsi hüceyrəsinin inkişafına başlanğıc verən diploid olacaqdır. D variantı. Hüceyrədə zülalların, karbohidratların və yağların fasiləsiz sintezi mümkün deyil. Deməli, bu olacaq mitoz zamanı. Çünki mitoz bölünmə zamanı, ümumiyyətlə bölünmələr zamanı sintez mümkün deyil. Yalnız hüceyrə bölünməyə sərf olacaq. Deməli, cavabımız olacaq C variantı. İnterfaza zamanı hüceyrənin həyat fəaliyyətinin üzərində nəzarət həyata keçirir. Deməli, bu xromosomlardır. Çünki irsi məlumatı ötürən xromosomlar olacaq. Mitoxondrilərin və xloroplastların, həmçinin Golgi aparatının elementlərinin sayının artması hüceyrə həyatının hansı dövründə baş verir? Deməli, bu interfazadadır. Çünki interfazada hüceyrənin bölünməyə hazırlıq mərhələsidir. 8. Heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti, deməli, bu haploid olacaqdır və yönəldici cismin xromosom yığımı ilə qametin xromosom yığımına da aid olur. Meyozun birinci bölünməsinin anafazasında hüceyrələr qütblərə çəkilir. Birinci bölünmədə hüceyrələr xromosomlar çəkilir, yəni tam xromosomlar çəkilir. Bu da nəyə görədir? Profazada bilirik ki, meyoz 1-in profazasında konjugasiyaya getməlidir və homoloji xromosomlar cüt-cüt dayandıqlarına görə həmin o bölünmə tellərinin biri gəlib birləşir xromosomun sentromerinə. Ona görə təm xromosomlar birinci anafazada qütblərə çəkildiyinə görə elə burada xromosom artımı da görülmüş. Bitkilərin kökçilikləri və ilə vegetativ çoxaldılması zamanı onların köklərində hansı tumurcuqlar əmələ gəlir? Bilirik ki, tumurcuqlar yerləşdiyi yerlərə görə təpə, yan və əlavə tumurcuqlara ayrılır. Əlavə tumurcuqlar idi ki, kök, buğum aralarından və yarpaqdan inkişaf edə biləcək. Deməli, bu Y variantı olacaqdır. 11. Xromosomda xromatitlər bir-biri ilə nə vasitəsilə birləşir? Sentromer vasitəsilə birləşir. Bilirik ki, bir xromatit elə bir DNT molekuluna bərabərdir. Bu da DNT-nin ikiləşməsi zamanı ilkin gərilmə nəticəsində həmin o DNT molekulu, yəni xromatit ortadan birləşir. Bu da sentromer adlanır ki, xromosomu formalaşdırırlar. Yumurta hüceyrə və spermatozoidin hansı terminlə ifadə etmək olar? Qametlə ifadə etmək olar. Çünki yeni orqanizmə başlanğıc verən cinsi hüceyrələr, bunlar da qamet adlanırlar. Bölünmə vətəri mitozun hansı fazasında yaranmağa başlayır? Bölünmə vətəri başlayır deməli. Profazada sona çatır, əmələ gəlib başa çatır. Bu da metafazadadır. DNT-nin ikiləşməsi hüceyrə həyatının hansı mərhələsində baş verir? DNT ikiləşməsi interfazada baş verir. Hansı ki, burada artıq xromosomlar iki xromatitli olurlar. Bölünməyə hazırlıq mərhələsi. Hüceyrə xromosomlarında xromatitlərin ikiləşməsinə əsasən nə təşkil edir? İkiləşmənin əsasına DNT-nin ikiləşməsi, reduplikasiya, bu da elə DNT-nin özünü sintez etməsidir. Reduksiyon bölünmə, yəni reduksiyon azalma deməkdir. Bu meyoz bölünmə deməkdir. Sual işarəsinin yerinə nə yazılmalıdır? Deməli, birdə görürük ki, mitoz bölünmədir. 2N-dən, yəni 2N xromosom yığımına malik başlanğıc hüceyrədən 2 dənə qız hüceyrə əmələ gəlir və onlar başlanğıc hüceyrənin xromosom yığımına bərabərdirlər. İkinci bölünməmiz deməli meyoz bölünmədir. Meyoz bölünmədə də görürük ki, diploid xromosom yığımından nə əmələ gəlməlidir? Azalmadır axı. Xromosom sayı azalır, 2 dəfə azalır. Deməli, bu da hər birində haploid olacaqdır.
Meyozun mitozdan fərqləndirən əsas əlamətlər bölünmənin hansı fazalarında özünü göstərir? Deməli, meyozun birinci profazasında baş verir konjugasiya. Ona görə birinci profaza mitozdan fərqlənir və birinci anafaza fərqlənir. Niyə? Çünki birinci anafazada tam xromosomlar qütblərə çəkilir. Mitozda isə xromatitlər qütblərə çəkilirdi. Deməli, cavabımız Y variantı olacaqdır. 20-ci sual. Drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olur? Drozofil milçəyinin diploidi deməli 2n bərabərdir 8-ə. İlkin cinsi hüceyrə meyozun birinci bölünməsinin anafazasının sonunda deyirsə, deməli biz bilirik ki, meyozun birinci bölünməsinin anafazasında xromosom yığımı N2C-dir. Elə xromosomu nə qədər olacaqdır? Haploid olacaqdır. Doğru ifadəmiz A variantıdır. Drozofil milçəyinin ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafazasında neçə qız xromosom olacaqdır? Üzr istəyirəm, burada anafaza soruşur. Demək, 20-ci sualda deyir ki, birinci bölünmənin anafazasının sonunda, elə bildim birinci bölünmənin sonunda deyir. Birinci bölünmənin anafazasında 2n xromosom yığımına malikdir. Elə olacaq B variantı 8. Çünki 2n 8-ə bərabərdir. 21-ci sualda da deyir ki, ikinci bölünmənin anafazasında neçə qız xromosom olacaqdır? İkinci bölünmədə də 2n xromosom yığımı olduğuna görə yenə 8 xromosom götürəcək. Ümumiyyətlə qeyd edeyim ki, deməli, meyoz bölünmədə bunları əzbərdən bilmək lazımdır. Birinci meyoz bölünmədə profaza, metafaza, anafazada xromosom yığımı eynidir. Çünki burada tam xromosomlar qütblərə çəkildiyinə görə anafazada xromosom sayı artmır. Telefazada isə yarıya enir. Meyoz 2-də isə anafazada həmin xromosomlar xromatitlər şəklində qütblərə çəkildiyinə görə yenə 2-nə bərabər olmuş olur. Demək, 20-ci sualda meyoz 1-in anafazasını soruşurdu. 21-ci sualda meyoz 2-nin anafazasını soruşurdu. Elə xromosom yığımımız 2-nə bərabərdir və drozofil milçəyində də xromosom yığımı diploidi 8-ə bərabərdir, haploidi 4-ə. Davam eləyək 22-ci sualına. Yalnız qeyri-cinsi yolla çoxalan heyvan orqanizmlərində baş vermir. Qeyri-cinsi yolla çoxalan heyvan orqanizmlərində baş vermirsə, deməli, proses nə olacaq? Meyoz. Çünki meyoz bölünmə cinsi proses zamanı olur. Mitoz bölünmədə somatik hüceyrələrin bölünməsi gedəcəkdir və mitoz bölünmədən əvvəl onsuz da interfaza keçir. ATF-in əmələ gəlməsidir, xromosomların ikiləşməsidir, DNT-nin ikiləşməsidir. Bunlar elə interfazada baş verən prosesdir. Meyoz isə cinsi prosesdə baş verəcək. Deməli, burada baş verməz meyoz bölünmə. 23. Əgər hüceyrədə DNT-nin sintezi gedirsə, bu hüceyrə hansı mərhələdədir? İnterfazadadır. Çünki DNT sintezi interfazada baş verir. 24. Əgər drozofilin yumurta hüceyrəsində 4 xromosom varsa, onun bağırsağının bölünmə hüceyrəsində metafaza mərhələsində neçə xromatit görmək olar? Deməli, haploidimiz 4-dür, yəni qametimiz 4-dürsə, diploid bağırsaq nədir? Somatik hüceyrə 2-dir, yəni 8-ə bərabər olacaqdır. Bağırsaq hüceyrələrin bölünməsi olur mitoz bölünmədir. Mitoz bölünmənin metafazasında 2n xromosom yığımı 4C DNT 4D xromatid olacaqdır. Deməli, 4D'yə bərabər olacaq. 16 olmalıdır burada cavabımız. Çünki haploidimiz 4, 4D'miz də 16 edəcəkdir. 25. Meyoz zamanı xromosomlar arasında irsi məlumatların mübadiləsi baş verir. Meyozun birinci profazasında konjugasiya prosesi gedir. Yəni, xromosomlar arasında gen mübadiləsi baş verir ki, bu da meyoz 1-in profazasıdır. 26. Aşağıdakılardan hansı doğru deyil? Meyozun birinci bölünməsindən sonra əmələ gəlmiş hər bir qız hüceyrə DNT-nin ikiləşməsi baş verir və sonra meyoz 2 bölünməsinə başlar. Elə bu yanlış ifadədir. Çünki meyozun birinci bölünməsindən sonra interfaza gedir ikinci bölünmə üçün. Ancaq orada DNT ikiləşmir. Digərlərini də təhlil edək. Meyoz 2 bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur. Bəli, meyoz 2 telefazada N, C, D xromosom yığımını görürük. Meyoz 1-in bölünməsindən sonra əmələ gələn hüceyrədə haploid xromosom dəsti olur. Bəli, telefaza 1-də də N sayda xromosom olur.
D. Meyozun ikinci bölünməsi zamanı homoloji xromosomlarda irsi məlumatın mübadiləsi baş vermir. Bəli, doğrudur. Çünki irsi məlumat mübadiləsi meyoz 1-in profazasında gedir. Y variantı. Meyozun ikinci bölünməsinin anafaza mərhələsində kütüklərə qız xromosomlar çəkilir. Bu meyozun birinci bölünməsindədir. Meyozun ikinci bölünməsində isə artıq tək xromatitli xromosomlar kütüklərə çəkiləcəkdir. Deməli 26-da doğru cavabımız A olacaqdır. Heyvanlarda yumurta hüceyrənin yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğru deyil? Gəlin birinci bu hissəni təhlil eləyək. Deməli, bilirik ki, bu bizə gametogenez mərhələsini göstərir. Həmin bu hissə, baxın, bir ilə işarə elədiyim hissə çoxalma mərhələsidir. Burada mitoz bölünmə gedibdir. Burada tək olan hüceyrə böyümə mərhələsidir. Böyümədə interfaza baş verir. A hüceyrəsi meyoz 1-dən alınıbdır. B hüceyrəsi meyoz 2-dən alınıbdır. A hüceyrəsində artıq nə olacaq? Meyoz 1-in, yəni telefazanın sonunda olan xromosom yığımı. A hüceyrəsində xromosom yığımı N olacaq 2C. B hüceyrəsində artıq meyoz 2 telefazadan alınıb. B hüceyrəsinin xromosom yığımı olacaq NC. İndi baxaq görək bizə nə deyir? Deyir ki, B-də haploid xromosom yığımı var. Bəli, bu doğru ifadədir. B variantı. A-da haploid xromosom yığımı var. Bəli, hər ikisində N sayda xromosom yığımı var. C. A meyozun birinci bölünməsi nəticəsində əmələ gəlib. Bəli. D variantı. A-da DNT-nin miqdarı yetişmiş yumurta hüceyrəsinin olduğu qədərdir. Xeyr. Çünki nə dedi? A-da N2C-dir. Hələ xromosomlar 2 xromatitlidir. Amma B meyozun ikinci bölünməsində əmələ gəlib. Burada isə xromosom xromatitə bərabər. Deməli, yanlış ifadəmiz elə hansı ifadə oldu? Yanlış ifadəmiz oldu D variantı. Amma Y-ni də təhlil eləyək. B-də DNT-nin miqdarı yetişmiş yumurta hüceyrədə olduğu qədərdir. Bəli, doğrudur. 28. İnsanın ilkin cinsiyyət hüceyrələri meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromosom, neçə xromatid? İlkin cinsiyyət hüceyrəsi meyozun ikinci bölünməsinin profazasında olacaq. Deməli, 2N ikinci bölünmədirsə N2C. Yuxarıda da qeyd eləmişdim. Gəlin bir də nəzər yetirək. Deməli, bizim meyozun ikinci bölünməsində necədir? N2C anafazada 2 qat, telefazada 2 qatdır. Burada da ikinci bölünmənin deməli profazasını soruşursa götürəcəyik deməli N2C-ni. Və burada N'imiz nə qədərdir? 23. C'miz isə 2 qat olacaq. Yəni 46. Cavabımız olacaq C variantı. İnsanın ilkin cinsiyyət hüceyrəsi meyozun birinci bölünməsinin anafazası. Birinci bölünmənin anafazası 2N4C'dir. Deməli 2N'imiz 46, 4C'miz 92. Bu da C variantı olacaqdır. 30. İnsanın ilkin cinsiyyət hüceyrəsi meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda. İkinci bölünmənin anafazası nə qədərdir? 2N2C. Deməli, nə olacaq? 46 xromosom, 46 xromatid. Təkrar yuxarı hissəni göstərim. Deməli, bu hissəni əzbərdən yadda saxlamaq lazım. Anafazada nə qədərdir? 2N2C, telefazada NC. Yəni, bu hissəyə nisbətən bu tip sualları doğru cavablandıra bilərik. Deməli, qeyd eləyək, 31-ci sualda qalmışdıq. Yetişmiş yumurta hüceyrəsində 24 xromosomu olan orqanizmi və həmin orqanizmin bölünən bağırsaq hüceyrəsinin anafaza mərhələsinin sonunda xromosom sayını təyin edir. Yetişmiş yumurta hüceyrəsi 24 xromosom olubsa, deməli haploidi 24-dürsə, diploidi olacaq nə qədər? 48. Çünki bağırsaq hüceyrəsini soruşur. Bağırsaq hüceyrəsi isə somatikdir və mitoz bölünmə yolu ilə çoxalır. Mitoz bölünmənin də anafazasında xromosom yığımı 2 qat artır. 48 isə o 2 dəfə artacaq, 96 olacaq. Deməli, burada cavabımız şimpanze və 96 olar. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24-dür. Somatik hüceyrənin anafazasıdırsa, deməli mitozun anafazasından gedir və mitozun anafazasında xromosom sayı 4N idi. 4N'imiz 24-ə bərabər olmuş olur. Bu fərddə yetişmə zonasının sonunda əmələ gələn yönəlici cisimciklərin xromosom sayı neçə olacaq? Deməli, qeyd edirik.
Nə dedik? Bu mitoz bölünmədir. Mitoz bölünmədə xromosom yığımı 4n-ə bərabər. 4n-imiz olur 24 və yönəldici cisim elə qametin xromosom yığımına bərabərdir. Qamet də nədir? Haploid xromosom yığımı. N-imiz də olacaq 6. 24-ü 6-ya böləcəyik və 6 olacaq. Cavabımız deməli olacaq Y variantı. 33. Bölünmə vətəninin əmələ gəlməsinin başa çatması xromosomların ekvatorda yerləşməsi mitozun hansı fazasında baş verir? Bölünmə vətəninin əmələ gəlməsi başa çatıbsa, deməli bu metafaza mərhələsindən söhbət gedir.